may ayında işlədiyimiz belə bir sınağın deməli həllərinə baxırıq. Birinci sualımız deməli reaksiyanın sürətinə təsir edən amillərdən temperaturun təsiri ilə davam etdik. Temperaturun təsirinə aid olan bir düsturumuz var. V2 bölünsün V1 bərabərdir qamma üstü T2 minus T1 bölünsün 10'a. Buradan bizdən qamma sürət dəyişməsini 16 verib. 16 bərabərdir qamma 2'dir. T2 minus T1'i bilmirik əlbəttə ki. Bunun da deməli nisbəti 10'adır. Yəni 2 üstü bu qüvvətə və 16 2 üstü 4 deməkdir. Deməli buradan x bərabər olur 40'a, doğru cavab 40 olur. İkinci sualda 62 qram natrium oksid. Əvvəlcə biz bilməliyik ki, natrium oksid suda həll olmur, sudan su ilə reaksiya daxil olur. Natrium oksidin su ilə reaksiyasını qeyd edirik. Natrium hidroksid məhlulu və deməli əmsallaşdırma aparanda artıq 2 mol natrium hidroksid alındığını görürük. Və 1 mol natrium oksidin kütləsi 62 qramdır. 62 qram bizə həqiqətən də 80 qram natrium hidroksid verir və artıq biz həll olan maddənin kütləsini tapdıq. Yəni 62 qrama nisbət 80 qram natrium hidroksid alınır. Və nə qədər deyir, suda həll etmək lazımdır ki, 40% məhlul alınsın, qələbi məhlulu alınsın. Qələbi məhlulumuzun kütləsi 80 qramdır. Məhlul isə deməli həll edici və həll olan maddənin qarışığıdır. Və omega düsturundan istifadə edirik. Omega bərabərdir M həll olan maddə bölünsün M məhlulun kütləsinə və vurur 100%. Buradan omeganı verib 40%-i biz yekun olaraq almalıyıq. Həll olan maddənin kütləsini tapmışıq 80. Məhlulun həll olan hissəsi var, su hissəsi yoxdur. Ona görə 80 üstə gələk x vurulsun 100%-ə. Buradan da x bərabər olur. Bunlar ixtisar gedir. X bərabərdir 120-yə. Üçüncü suala baxırıq. Üçüncü sual yenə tarazlığın istiqaməti. Təzyiqin azaldılması nəticəsində tarazlıq başlanğıc maddələrin alınması istiqaməti, yəni sola tərəf istiqamətlənməlidir tarazlığımız və təzyiqin azaldılması bu həcmin artması istiqamətində olur. Çünki təzyiqin azaldılması həcmin artması deməkdir, tərs mütənasibdirlər və həcm burada əmsal nəzərdə tutulur. Əmsal hansı hissədə, yəni sol tərəfə istiqamətləndirdiyimizə görə əmsal sol tərəfdə çox olan hissəni götürməliyik. Burada baxırıq ki, yəni burada söhbət ancaq qaz halında olan maddələrə şamil olunur. Qaz maddələr, yəni bərk maddələrin üstündən xətt çəkirik, bizi çaşdırmasın. Baxırıq 1 mol, 2 moldur. Burada çox sol tərəfdə olmalıdır. Deməli A variantı uyğun deyil. B variantında əmsallar eynidir, yəni burada nisbət eynidir. Sol tərəfdə də 2-dir, sağ tərəfdə də 2-dir. Ona görə bu zaman tarazlığa təsir göstərmir. Daha sonra C variantı da eyni qaydadadır. D variantında sağda nisbət çox olduğuna görə, əmsal çox olduğuna görə sağa gedəcək. Bu da səhvdir. Cavab burada olur Y variantı. 4 nömrəli suala davam edirik. 4 nömrəli sualda deməli turşuların anhidridləri budur ki, turşuda əsas elementin, yəni mərkəzi atomun oksidaşma dərəcəsini tapanda artıq oksidində də eyni oksidaşma dərəcəsinə malik olan birləşməsi olur. Yəni turşuda burada X oksidləşmə dərəcəsi neçəyə bərabərdirsə, müsbət 1, buradan A-nı tapmaq üçün müsbət 1 üstə gələk A, üstə gələk mənfi 6, cəbri cəmi 0-a bərabərdir. Burada artıq A-nı tapdıq ki, müsbət 5-dir. Deməli, hər bir turşuda əsas elementin oksidləşmə dərəcəsi anhidriddə də eyni oksidləşmə dərəcəsinə bərabər olur. Yəni, əgər burada A, X elementin oksidləşmə dərəcəsi müsbət 5-dirsə, anhidriddə də müsbət 5-ə bərabər olur. Digər variant olaraq ikinci birləşmədəki burada Y-i artıq tapırıq ki, müsbət 4-ə bərabərsə, deməli oksidində də müsbət 4-ə bərabər olur. Yenə eyni qaydada burada əgər Z müsbət 6-dırsa, burada da Z deməli oksidində də müsbət 6-ya bərabər olmalıdır. Cavab A variantı olur.
5 nömrəli sualda 410 qram maqnezium sulfat vurusun 7 molekulu su kristal hidratdır və bizdən temperatur, yəni həll olma əmsalını soruşur. Həll olma əmsalı K həll olma bərabərdir. M həll olan maddənin kütləsini bölürük M suyun kütləsinə və vururuq 1000-ə. Burada biz maqnezium sulfatın kütləsini bilmirik. Ona görə həll olan maddənin kütləsini bilmirik. Yəni 410 qramın nə qədəri maqnezium sulfat, nə qədəri suya bərabərdir. Əgər bizim ümumi 120 qram maqnezium sulfat və 7 vuraq suyumuzun cəmi 120 üstə gələk 7 vuraq 18 qram ümumi bizim kristal hidratımızın kütləsinin 120 qramı deməli əgər bunun cəmini hesablayanda 246-ya bərabər olur. 246-nın 120-si maqnezium sulfatın kütləsidirsə, onda 410 qramımızın nə qədəri maqnezium sulfat olur? Buradan x bərabər olur. Deməli 200-ə maqnezium sulfatın kütləsini tapdıq, artıq 200-dür. Deməli həll olan maddəmiz 200 və daha sonra suyun kütləsi nə qədərdir? Deməli 410-un 200-ü maqnezium sulfatdırsa, yerdə qalan 210-u isə suyun kütləsidir və üzərinə təzədən 790 qram da su əlavə etmişik. Suyun üzərinə gəlirik və vururuq 1000-ə. Buradan da K həll olma əmsalı buradan 200-ə bərabərdir. 6 nömrəli sualda isə 100 qram 10%li duz, yəni 100 qram məhlulumuzun kütləsidir. Bunun 10%, yəni 10 qramı həll olan duzun kütləsi, 90%, yəni 90 qram isə suya aid olan bir deməli rəqəmdir və yenə K həll olmanı soruşur. K həll olma bərabərdir. Duzun kütləsini bölürük M suyun kütləsinə və vururuq 1000-ə. Buradan duzu artıq tapmışıq ki, duzumuz 10 qrama bərabərdir və suyun 50 qramı, yəni 90-ın 50 qramı buxarlanan zaman yerdə nə qalır? Yerdə suyun kütləsi və duzun kütləsində müvafiq olaraq yerinə yazıram. 10 qram duz bölünsün 40 qram da suya bərabər olur. Çünki müəyyən hissəsi 50 qramı buxarlandırılıb və buradan da K həll olmanı bu şəkildə tapırıq. Növbəti sual 7-ci sualdan davam edirik. Kinetik əyriyə əsasən hansılar doğrudur? Deməli, reaksiyamızı tərtib eləsək, baxırıq ki, sərf olunanlar NO2, yəni azot 4 oksid, su və oksigen qazıdır və nitrat turşusu alınıb. Müvafiq olaraq mollara baxırıq ki, hər biri nə qədər sərf olunub? 2 mol deməli su, 4 mol NO2 azot 4 oksid və 1 mol oksigen sərf olunanda 4 molda nitrat turşusu alınır. Reaksiya axıra qədər getmişdir deyir. Bəli, yəni burada axıra qədər getməni hardan bilirik? Sərf olunanlardan ən azı biri sıfıra düşmə halı baş verirsə, bəli, həqiqətən də reaksiya axıra qədər getmişdir deməkdir. Reaksiyaya daxil olan maddələrdə oksigen atomlarının sayı 12 enadır. 8 atom oksigen, 2 atom 10 və 12 mol oksigen atomu vardır. Bəli, 12 mol oksigen və yaxud da ki, elə kütlələrin saxlanma qanununa görə, deməli, reaksiyanın sərf olunan maddələrin kütlələri və atomların cəbri cəmi alınan məhsulların atomları və kütlələrinin cəbri cəminə bərabər olur. Elə buradan da birbaşa hesablaya bilərsiniz ki, 4 vuraq 3, burada 12 oksigen deməkdir. Doğrudur. Amma reaksiyaya daxil olan maddələrin ümumi kütləsi yenə bu tərəfdə hesab nə qədər sərf olunubsa, tamamilə sıfıra düşmə halı baş veribsə, deməli, artıq qalan maddə yoxdur, kütlə yoxdur. Elə deməli, sağ tərəfi də birbaşa nitrat turşusunun kütləsini 4 mola vursaq, sol tərəfin də kütlələrinin cəbri cəmi eyni kütləyə bərabər olmalıdır. Burada isə cavab 3 aiddir. Yalnız 1-2B variantı doğrudur. 8 nömrəli sualda maddələrin əmələ gəlmə istiliyinə əsasən 5,2 qram asetilenin tam yanması. Yəni reaksiyanı artıq bizə burada necə davam elədiyini deyir. Asetilenin yanma reaksiyası zamanı alınan maddələr də bu şəkildə olur. Deməli, reaksiyamızı əmsallaşdırırıq. 2 mol və burada 5 mol oksigen olur və birinci biz ümumi küyünü tapaq. Çünki bizim ümumi istiliyimiz yoxdur. Yəni küyümüz məlum deyil. Küyünü də tapmaq üçün küy nəyə bərabərdir? Ümumi reaksiyanın istilik effekti alınan məhsulların
küylərinin cəbri cəmi çıxılsın başlanğıc maddənin deməli küylərinə. Alınan maddələrin fikir verirsinizsə əmələ gəlmə istilikləri verilib. Deməli hər biri əmsalına bölünmüş vəziyyətdədir. Və əmsalına küyləri tapmaq üçün hər birini geri döndərib əmsalına vurmalıyıq ki, biz ümumi küyləri hər birinin istilik miqdarını tapaq. Və bu şəkildə artıq vurduqdan sonra hesablayırıq ki, 394 vurulsun, plus 390, yəni burada mütləq işarələrə diqqət eləmək lazımdır. Üstə gələk, 2 vuraq 286-dan çıxırıq. Deməli, 2 vuraq, mənfi, bu şəkildə yazaq, 2 vuraq, 2 vurulsun, mənfi 286. Buradan küyünü tapanda 2 bərabər olur 2600-ə. Deməli, biz reaksiyanın istilik effektini tapdıq. Bu bizdə 52 qrama görədir. Onda tənasübi kəntənliyimizi qururuq ki, yəni 52 qram asetilen yananda 2600 kilojoule istilik ayrılırsa, bəs 5,2 qram asetilen yanan zaman nə qədər istilik ayrılır? Buradan da cavab olur 260-a bərabər olur. 9 nömrəli sualla davam edirik. 9 nömrəli sualda isə reaksiyanı əmsallaşdırmaq lazımdır. Bunu oksidləşmə reduksiya reaksiyaları ilə də əmsallaşdırma apara bilərik. Deməli, mis 0-dan müsbət 2-yə gəlib. Azot isə müsbət 5-dən müsbət 2-yə gəlib. Deməli, misin 0-dan mis müsbət 2-yə gəlib. 2 elektron fərq var. Azot isə müsbət 5-dən. Çünki burada nitrat turşusunun duz olduğuna görə buradakı azotda heç bir oksidləşmə dərəcəsi dəyişməsi yoxdur. Digər alınan birləşməyə baxırıq. Burada da fərq 3-dür. 3 və 2-ni yazdıq və hər birini özünün qarşısına yazıram. Və azot oldu 6, 8 ədəd. Ona görə 8 bura yazanda 4 də bura bərabər olur və yekun olaraq oksigenlərin sayı da artıq baxırıq ki, 24-ə bərabərdir. Deməli, əmsallaşdırmam düzgündür. A üstə gələk B, üstə gələk C, üstə gələk D və Y nəyə bərabərdir? X buradan bərabərdir. Deməli, 20-yə bərabərdir. Deməli, variantlara baxırıq, 20-yə bərabərdir. Daha sonra ümumi, deməli, E-nin sayı, E burada 4-ə bərabərdir. 4-ü də 20-yə bölüb 100-ə vuranda, buradan, deməli, bu ifadəmiz 20-yə bərabərdir. Deməli, cavab olur Y variantı. Daha sonra 10 nömrəli suala baxırıq. Hansı reaksiya təhlükələrdə çöküntü səhv göstərilmişdir? Ümumiyyətlə, natriumun və kalyumun duzlarının heç biri çöküntü vermir. Burada qarşısına aşağı işarə ox, deməli, bunların qarşısına qoyulduğuna görə deməli səhv verilmişdir. Burada cavab olacaqdır 1 və 3 nömrəli deməli variant. Cavab olur burada. Səhv verilən deyir, üzr istəyirəm, səhv veriləni. Elə səhv verilən budur da 2 və 4 səhvdir. Deməli, cavab olur C variantı. Səhvi soruşur zaten bizdən. Daha sonra 3 valentli metalın nisbi atom kütləsi 52-dir. 3 valentli metalın artıq formulunu düzgün tərtib eləmək lazımdır. Metal 3 valentlidir və hidroksidinin kütləsini soruşur. Hidroksiddə, yəni əsasının kütləsini soruşur. Hidroksid 1 valentlidir, OH qrupu və bu zaman formulumuz buna bərabər olur. Metalın kütləsini verib 52, üstə gələk. OH qrupunun da kütləsi, yəni emiri bərabər olur 17-yə. 17-ni də 3-ə vuranda burada cavab olur. Deməli, bu şəkildə 103-ə bərabər olur. Daha doğrusu, buradan bu şəkildə tapıb yaza bilərik. Cavab 103-ə bərabərdir, bəli. Deməli, cavab olur Y variantı. Daha sonra 12 nömrəli sualda 10 mol suda həll olma əmsalı 600 qram bölünsün litr olan neçə qram duz həll olmalıdır ki, doymuş məhlul alınsın. Birinci biz tapmalıyıq ki, K həll olma 600-ə bərabərdirsə, 1000 qram suda, yəni bu 600 qram bilirik ki, duzun kütləsidir və üzərinə 1000 qram da suyu gələrək biz məhlulun kütləsini tapırıq. Mütləq 1000 qram suda həll olan maddənin kütləsini veribdir. Çünki tərifdə də belə yazılır. 1000 qram su üçün 600 qram duz lazımdırsa, 10 mol su, 10 mol H2O da 180 qram su eləyir. 180 qram suda görək nə qədər duz həll olunmalıdır. Elə buradan da deməli X bərabər olur 108-ə. Cavab burada olur C variantı. Daha sonra deməli
13 nömrəli suala baxırıq. 13 nömrəli sualda molyar qatılığı istəyir. Yəni C bərabərdir nü bölünsün V düsturuna görə. Sadəcə bizdə millini veribdir və bu millini biz çeviririk litrə. 0,25 litr eləyir. Ancaq nü də yoxdur və molyar qatılığı soruşur. Nüyü isə biz bu verilən iyona görə tapırıq. Ferium 3 xloridin dissosiasiyası zamanı nə qədər iyon alınır? 1 dənə dəmir və 3 xlor alınır. Çünki normal doz olduğuna görə sadəcə bir mərhələdə tərkib hissələrinə ayrılır. Baxırıq ki, 1 mol dəmir 3 xlorid dissosiasiya edən zaman məhlulda 4 mol iyon alınır. Ancaq burada baxırıq ki, 0,2 mol iyon alınıbdır. Bu nə qədər? Deməli, nə qədər maddəmiz parçalanıb? Buradan x bərabər olur 0,5-ə və C-də də artıq nüyünü tapdıq, yəni maddənin nüsünü tapdıq və gətirib burada da yerinə yazırıq. 0,5-i də bölürük yuxarıdakı V-yə, 0,25-ə və buradan da cavab olur 0,2 molyar qatılığı buna bərabər olur. Hansı reaksiya məhlulda axıra qədər gedir? Axıra qədər, reaksiyanın axıra qədər getməsi bu deməkdir ki, orada ya çöküntü, ya qaz halında maddə olmalıdır və yaxud da ki, su alınmalıdır ki, məhlulda axıra qədər getsin. Yəni, axıra qədər gedir sözü bizə sadəcə çöküntülərə, qaza və suya aid olan bir xüsusiyyətdir. Tutalım ki, A variantında sink hidroksid və bilirik ki, sink hidroksid ağ rəngli çöküntüdür və kalium sulfat alınır. Elə burada cavab A variantı olur. Amma digər variantlara baxsaq, natrium xlor və barium nitrat alınır. Nitratların hamısı suda həll olan maddələrdir. Natriumun da bütün duzları suda həll olur. Kalsium xlorid və natrium nitrat alınır. Burada da hamısı suda həll olan maddədir. Yəni, bu iki tərəfli gedən reaksiyalara aiddir. D variantında da yenə iki tərəfli, yəni axıra qədər getməyən reaksiyalara aiddir. Çünki kalsium xlorid suda həll olan maddədir, natrium nitrat da suda həll olan maddədir. Burada şərtimiz elə olmalıdır ki, deməli, götürdüyümüz maddələr, yəni başlanğıc maddələr suda həll olan olmalıdır. Məhsulda isə bu 3 maddədən hər hansı biri alınmalıdır ki, reaksiya o zaman axıra qədər gedir. Yəni, bu qaydanı da mütləq təkrarlamaq lazımdır. 15 nömrəli sualla baxırıq ki, parçalanan deməli, mol sayı 3 moldur və tarazlıq halında qabda olan mol sayı. Biz də tarazlıq məsələlərində mütləq deməli, 2x reaksiyanı yazıb və aşağı hissələrinə bu şəkildə yazırıq. Başlanğıc, sərf və tarazlıq. Deməli, ilkin mol sayı, yəni başlanğıcı bunun 3 moldur və hər bir maddə sərfi, yəni götürdüyümüz maddələrin sərfi reaksiyadakı mol sayıları qədərdir. Yəni, burada yuxarıdakı reaksiyada 2 moldursa, 2A qədər sərf deməkdir. Və alınan məhsulların isə nə başlanğıcı, nə də sərfi olmur. Onların yalnız tarazlıqları olur. Əgər 2A qədər başlanğıc maddədən sərf olunubsa, A qədər və 3A qədər də alınan məhsullarım alınır. Çünki götürülən maddənin sərfi digərlərinin tarazlıq qatılıqlarını verir. Yəni, ona əsasən tənasüb qursaq bu şəkildə tapırıq. Və yaxud da ki, alınan məhsulların tarazlıq qatılıqları verilən zaman tənasüb quraraq başlanğıc maddənin nə qədər sərf olunduğunu tapmaq mümkündür. Və XY3 maddəsinin isə tarazlıq qatılığı başlanğıcdan sərfini çıxanda artıq bu tarazlığı verir. Və tarazlıq anında qabda olan qaz qarışığının mol sayı, yəni bu üçünün cəbri cəmi 5-ə bərabərdir. Bu zaman 3-2A üstəgələk A və üstəgələk 3A bərabərdir, 5-ə bərabər olur və buradan A-nı tapırıq ki, A bərabərdir, 1 olur və tarazlıq sabiti deməli K bərabərdir. Alınan maddələrin hər birinin A-larını yerinə yazırıq. Deməli, 3 vuraq 1, burada da 1-dir. Bu da 1 olanda, bunun da cavabı eləyir 1. Deməli, alınan maddən 3, qüvvətə əmsalı qədər yüksəlir, vurulsun 1, bölək 1 üstü 2. Burada da cavab olur 22.
7-yə bərabərdir. Daha sonra 16 nömrəli sualına davam edirik. Natrium iyonlarının mol miqdarını soruşur və bizə maddəni veribdir, dissosiasiya edən maddənin miqdarını veribdir. Natrium sulfatın dissosiasiyası zamanı 2 natrium və SO4-2 və müsbət iyonlarına ayrılır. Ümumi iyonların sayı 2,5-dir. Alfanın düsturundan istifadə edərək biz nə qədərin dissosiasiya etdiyini tapa bilərik ki, natrium iyonları da dissosiasiya etmişin miqdarına görə tapılır. Bilmirik nə qədəri dissosiasiya edib, etmişi bilmirik və bunu bölürük ümumi miqdara və vururuq 100%-ə. Buradan da alfa 80-ə bərabərdir. Buradan nü bərabərdir 2 mola. Yəni dissosiasiya etmişin miqdarı 2 moldursa, bu zaman artıq nə qədər natrium iyonları əmələ gələ bilər? 1 moldan 2 mol alınırdısa, 2 moldan da 4 mol natrium iyonları əmələ gələr. Daha sonra keçirik növbəti suala. Baxırıq növbəti suala. 17 nömrəli suala baxırıq. 17 nömrəli sualdan XY3 maddəsi parçalanıb, X0 və YO4 əmələ gəlib. X-i bizdə burada sadəcə bir dənə diqqət etməli olduğumuz bir açar sözümüz var. İyon rabitəli deyirsə, iyon rabitəli birləşmə metal və qeyri-metal arasında baş verir. Deməli, metalın yanında Y qeyri-metalı minimum valent göstərir və buradan təyin edirik ki, deməli bu minimumdursa, yəni burada heç bir X-in ayağında indeksində heç nə yoxdur, 1 valent göstərir və X-i tapırıq ki, deməli 3 valentlidir. Yəni müsbət 3 oksidaşma dərəcəsi göstərir. Oksidaşma dərəcəsindən işləyəcəm. Müsbət 3, bu isə mənfi 1-dir qeyri-metal olduğu üçün. Müsbət 3-dən 0-a gələn X-imiz var. Y isə mənfi 1-dən, burada da YO4-ə əsasən mən X-in oksidaşma dərəcəsini tapıram ki, A buradan bərabərdir müsbət 7-yə. Çünki A necə tapılır? A üstə gələk mənfi 8 bərabərdir. Burada yükün, iyonun üzərindəki yük artıq yazılır bərabərliyin sonuna. Buradan da A bərabər olur. Müsbət 7. Artıq onu təyin edəndən sonra deməli X müsbət 3-dən X0-a gəlib. Burada 3 elektron alınıb. Y isə mənfi 1-dən Y müsbət 7-yə 8 elektron verilibdir. Və bizdən soruşur ki, ümumi nə qədər elektron alış-verişi baş veribdir. Burada 3Y olduğuna görə 1Y 8 elektron veribsə, 3Y-imiz cəmi 24 elektron verilmiş olur və alış-veriş zamanı 3 elektron alınır, 24 elektron verilir. Alış-verişin sonunda cəmi fərq 21 elektrona bərabər olur. Daha sonra burada isə 18 nömrəli sualda isə nitrat turşusunun neçə faizi reduksiya olunmuşdur deyir. Nitrat turşusunun tərkibindəki azota əsasən tapırıq. Çünki oksidaşma dərəcəsini dəyişən burada azotdur. Müsbət 5-dən burada heç bir fərq yoxdur. Müsbət 2-yə gələn yalnız 8-in 2 vahididir. Müsbət 2-yə gələn onda 2-nin ümumi 8-in neçə faizi təşkil etdiyini bu qayda ilə tapırıq. Daha sonra 19 nömrəli suala isə baxanda, 19 nömrəli sualda mütləq diqqət etməli olduğumuz nədir? Sistemə bir qədər, yəni tarazlığa təsir edən amillərdə qatılığın təsirinin deməli belə bir qrafiki verilibdir. Bir qədər hidrogen əlavə edilir. Hidrogen sol tərəfdə olan maddədir. Hidrogeni sol tərəfdən, bu tərəfdən maddə daxil edəndə çox vaxt bunu belə bu cür izah edirik ki, yəni sanki bu bir qapıdır və sol tərəfdə duran maddələrdən itələmə baş verir. Və bu zaman bizim tarazlığımız sağ tərəfə gedəcək. Yəni H-yodidin alınma tərəfinə gedəcək. Məhsul artır. Məhsulun qatılığı artır. Hidrogen əlavə etdikdə qrafikdə hidrogenin bir miqdar artımı baş verir. Və baxaq görək variantlarda fikir verirsiniz, burada hidrogenin bir hissəsi artıb. Y variantında da bir hissəsi artıb. Amma burada hidrogenlərin hamısı aşağı düşüb. Hələ əlavə edilmiş miqdarına əsasən A variantı da uyğundur. Hidrogen əlavə edilmiş oxşur. Yəni burada sanki hidrogen tarazlıqdaydı və hidrogen əlavə etdik və
eyni mol sayı qədər geri dönüb sərf olunur. Bu hidrogenin qrafikidir. Onun yanında duran yodun isə sərfi baş verir. Çünki hidrogendən bir miqdar əlavə etmişik. Tarazlıq sağa doğru gedir. Sağa doğru gedirsə yod da tamamilə sərf olunmağa başlayır. Yəni yod da sərf olunması baş verir. Bu da yodun qrafikidir. Alınan maddənin qrafiki isə tarazlıq sağa getdiyinə görə H yodun isə qatılığı artacaqdır. Onda qrafikimiz bu şəkildə olur və Y variantına uyğun qrafik olur. 20 nömrəli sualda isə mis 2 sulfat elektrolizi zamanı mis 2 sulfatın suda məhlulun elektrolizinin qaydasını yazırıq. İlk öncə biz suyu bu şəkildə yazsaq daha yaxşı aydın olur. İzah eləməsi də daha rahatdır. Deməli, kationlarımızı müqayisə edirik. Kationları müqayisə edən zaman mislə hidrogen arasında elektromənfilik cərgəsində sağda duran birinci katoda doğru irəliləyir və mən elektromənfilik cərgəsinin yadda saxlama qaydasını sizə demişəm. Mislə hidrogeni müqayisə etdikdə mis sağda durduğuna görə mis gedir. O SO4 ilə də OH-ı deməli müqayisə etdikdə OH solda duran, yəni anionlarda isə solda duran birinci gedir. Bunda da deməli OH-dan oksigen ayrılır və yerdə qalır turşu. Yerdə nə qalırsa onlar da birləşərək turşu əmələ gətirir və mütləq biz deməli əmsallarımızı doğru düzgün tərtib eləməliyik. 2 sulfat da olanda artıq sağ-sol bərabər olur və bizə deyir ki 12,8 qram mis ayrılmışdır. Deməli 400 qram mis 2 sulfat məhlulu var. Amma nə qədərinin mis 2 sulfat olduğunu bilmirik. Ayrılan misə əsasən biz tənasübümüzü qururuq. Deyir 12,, yəni yekun olaraq bizə artıq 12,8 qram mis veribsə, artıq mis 2 sulfatın nə qədərinin sərf olunduğunu tənasüb üzrə qura bilərik. 12,8 qram mis ayrılanda nə qədər mis 2 sulfatımız elektroliz olub bilmirik. Amma reaksiyamıza görə 2 vuraq mis, yəni 64, 128 qram mis edir və 128 qram misi elektrolizi zamanı 2 vuraq 160 qram mis 2 sulfat elektroliz olunur və bu da bərabər olur. Buradan x bərabər olur 32-yə. Mis 2 sulfatın kütləsini artıq tapdıq ki, deməli onun 32 qramı elektrolizə uğrayıbdır və 400 qramın 32 qramdan faizini tapırıq. 400 ümumi məhlulun kütləsi idi. Bu 100%-ə bərabərdirsə, 32 sadəcə mis 2 sulfatın kütləsidir. Bu da x-ə bərabərdir. Buradan da cavabı tapırıq 8-ə bərabərdir. Daha sonra 21 nömrəli sualdır. 21 nömrəli sualda isə 100 qram 50%, yəni 100 qram məhlulun kütləsidir. 50%-i 50 qram duza, 50-si isə sudur deməkdir və K həll olmanı soruşur. K həll olma bərabərdir. M duzun kütləsini M suya bölürük. Deməli, M suyun kütləsinə bölürük. Qururuq minə. Və fikir verirsinizsə deyir ki 10 qram həmin duzdan əlavə olunur. Deməli duz əlavə olunursa duzun üzərinə gəlirik. K həll olma bərabərdir. Duzun kütləsini artıq tapdıq ki 50 qrama bərabərdir və 10 qram da duz əlavə olunub. Bölürük 50 suyun deməli kütləsinə, vururuq 1000-ə. Buradan da cavab olur 1200. 22 nömrəli sualda isə sürət məsələlərində qeyd eləmişik ki əmsal sürətə bərabərdir. Neçə dəfə baxırıq ki, hidrogenə görə sürət reaksiya üzrə baxırıq ki, əmsallar 1-1-in 3-ə nisbətində baş veribdir. Hidrogenə görə sürət əgər 0,3-dürsə, digərləri onlardan 3 dəfə az olacaqdır. Çünki normalda bizim əmsallarımız elə 1-in 3-ə nisbətindədir. Metana görə sürət isə bundan 3 dəfə az, yəni cavab burada olacaqdır C variantı. Daha sonra 23 nömrəli sualda isə nəyə diqqət etməliyik? Mütləq şərti diqqətlə oxuyuruq. Çünki tarazlıqda olan reaksiyalarda eyni zamanda temperaturun artırılması və təzyiqin azaldılması ilkin maddələrin qatılığıdır. Yəni yuxarıya qalxan işarəyə mütləq diqqət etməliyik ki, nəyin artıma baş verib? İlkin maddələrin qatılığının artma qrafikidir. Yəni ilkin maddələr geriyə qayıtma tərəfdir.
başlanğıc tərəfə qayıtmalıdır deməli reaksiyamız. Və biz nə etsək, nə zaman temperaturu artırsaq və təzyiqi azaltsaq, hansı reaksiyalar nəticəsində bu prosesləri yerinə yetirsək, reaksiyamız sola tərəf qalxar. Deməli, temperaturu artıranda, temperaturu artırırıqsa, deməli, sol tərəf istiliyi sevməyən tərəf olmalıdır. Yəni, sağ tərəfdə müsbət Q, sol tərəfdə mənfi Q olmalıdır. Ona görə də biz bu sağda mənfi Q olan hissələri çıxırıq. 2 və 5 getdi. Təzyiqi azaldan zaman, təzyiq azalanda həcm artır. Təzyiqi azaltsaq, həcmin artması istiqamətində gedir. Həcmdə, əgər təzyiq artmışıqsa, həcm burada əmsal deməkdir. Deməli, sol tərəfdə əmsalı, qaz halında olan maddələrin əmsallarının çox olan hissəsi sol tərəfdə olmalıdır. Elə birinci variant doğrudur, üçüncü variant da uyğundur, dördüncü variant da uyğundur. Həm sağ tərəfdə müsbət Q görürük, həm də sol tərəfdə əmsalların cəmi daha böyükdür. Ona görə 1, 3, 4 doğru variantdır. 24 nömrəli sualı isə natrium sulfatın suda məhlulunun elektrolizi, yəni elektrolizdə kationları 1, anionları isə 1 müqayisə eləyirik. Natrium və hidrogeni müqayisə edəndə elektromənfilik çərkəsində hidrogen sağda olduğuna görə birinci hidrogen gelir. Hidrogen üstünə xətt çəkirik. Oksigen OH-la da, yəni anionları da müqayisə edəndə OH-la SO4-ü müqayisə edəndə oksigen OH-dan oksigen ayrılır və yerdə qalır natrium sulfat. Və əmsallaşdırma aparan zaman mütləq kimlindən asılı olmayaraq suyun qarşısına 2 yazın. Hidrogen də buradan 4-ə bərabər olur. Onda 2 bura yazırıq. Daha sonra natrium sulfat da yerində qalır və sağ-sol bərabərdir. Bizə deyir ki, katodda 11,2 litr qaz ayrılıbdır. Katodda ayrılan hidrogendir. 11,2 litr qaz ayrılıbsa, anodda nə qədər olur? Biz də baxırıq ki, 44,8 litr hidrogen ayrılanda 22,4 litr oksigen ayrılır. Buradan da x bərabərdir 5,6-ya. Axırıncı sual. Deməli, baxırıq, reaksiya tənliyinə əsasən 30,4 qram xrom 3 oksid tam reduksiya olunanda neçə kilojol istiliyi ayrılır? Reaksiya üzrə 152 qram, yəni 1 mol, 152 qram xrom 3 oksid reduksiya olunan zaman 534 kilojol istilik ayrılır. Bəs 30,4 qram xrom 3 oksid reduksiya olunan zaman neçə kilojol istilik ayrılır? Buradan da cavab olur. Deməli, bərabərdir 106,5 deməli kilojola.